Qulp Magazin kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Sosial şəbəkədə yayımlanan canlı yayım zamanı Baboş musiqi ifası ilə diqqət çəkib. Belə ki, o, canlı yayımda mahnı ifa edib və performansı izləyicilərin marağına səbəb olub. Baboşun ifası canlı yayımı izləyənlərin marağına səbəb olub. Həmin görüntüləri təqdim edirik. Küsülüyəm. Kimə deyim, onun dayısı gətirirdi həmişə. Hazırlayırdı. Əmcək yağım artıq deyil. Mən də əmcək yağsız. Uşaqlar bax, qalan əmcək yağım budur. Başa düşürsünüz, əmcək yağım qutarır. Mədə küçültməyə gedəcəm onsuz da. Sarkınla pişirəcəm. Məni attın ağız ateşe. Məni attın ağız ateşe. Beslemektir eşkini inan teşe. Atacaktın beni sevdiğini söyle. Bəs ne üçün? Doldur eşkin badesini ver içim. Söyle söyle sabilen oldu yar. Söyle söyle sabilen oldu yar. Çağırıram gel, haralarda kalmışsan, beni incitme, yalvarıram yar, beni atma, terk etme. Yollarına baka baka kaldı gözlerim, savardır yüreğimde sözlerim. Söyle söyle sabilen oldu yar. Söyle. O niye ben bu kadar olmurum ha? Allah hakkı niye bu kadar olmurum? Köy müğənnilərdən olarım özdə. Toppuş. Darıxmışıq belə canlılar üçün. Mən yenə deyirəm uşaq, mən heç kimdən asılı deyiləm. Mən özüm tək qalmışam. Başa düşürsünüz? Heç kimdən asılı deyiləm. Bu dəstəyim gəlməsin. Hər şey ilə puldan ibarət deyil ha. Sevən izləyici mən bu şəkil anladılar. Düzdür, gəlir yerim buradır. Neynəmaz kimsənin sözünü götürəcəm, millətin götürəcəm. Allah'ım şükür. Bütçədən evlənə bilsəydim uşaqlar. Bütçədən evlənə bilsəydim, bütçədə ən böyük arzum deyil. Allah haqqı, Quranın adına ən böyük arzumdur. Düzdür, mənim nənəm qapalı böyüdürdü, başa düşürsən? Allah hamdolsun, çox utancaq bir yemək. Mən burada danışıq tevkürdüyümə baxma, dəhşət utancağım. Allah hamdolsun. Bütçədən arzumdur, utanmağım zadım olmasaydı. Allah haqqı, çox utancağım, heç olur. Quranın haqqı ən böyük arzumdur. Uşağım olsun, aləm olsun. Neyinirəm az mən? Ancaq aləmlə uşağımla olaram. Bütün günü. Vaxtımı onlara ayıraram.
Düzdür, izləyicilərim, sevən izləyicilərim də var, onları qoymaram darıxmağa. Axşamlarda canlı açarım. Quranlıq ailənin yerinə verir, az ailədən gözəl şey var. Bil istəyirəm. Amma mənim fərasətim yoxdur ki, mən çıxam öz başıma bir qız tapam deyəm, gəl evlənək. Yoxdur da o fərasət. Yoxdur. Nağır. Yoxdur. Özünüz də görürsünüz ki, hər şeyim var. Gülsümü Gülsümü bəyənirəm, amma Gülsüm nə bilim, Gülsümdən mənə arvad olar, arvad olmaz bilmirəm. Amma düşəkdir. Ay. Şaxa, birdən nə tərs sancı tutursa belimdən. Oy, oy. Əyləndirə biləm ki, dikişim aralanmış. Bax, xeyli oluram. Gülsüm! Bana baxırsan, ay Gülsüm. İstəyirsən Gülsüm, gəl bizə. Ya da mən Bakıya gələcəm də. Oturaq, görüşək, danışaq, əl-ələ tutaq. Bulvarın qıraqlarını zadın gəzək. Maşınım da var. Nə deyirsən Gülsüm, bana baxırsansa? Allah hamd olsun, gəl əl-ələ verək, sevgili olaq. İndi alınmaz. Sevgili olaq, nə olar ki, telefon... Bax, gecə deyirsən, gecə də yığacam səni. Yatmayıb gecə sənə səhərə qədər telefonda danışım. Düzdür, açıq-saçıq danışmayacam da, deməm ha, nə geyimsən, nə eləmsən, onların mənə deməm. Havadan, sudan, tüyüqdan, cücədən, hindüşqadan, nədən deyirsən danışaq. Amma açıq danışa bilməm.